izləyicilər, bugün sizinlə Redmi Note 13 cihazının kutu açılışını edəcəyik. Biz daha önceden bu telefonu almışdıq, kutu açılışı zaten eləmişik, amma yenə də özümüzə deyirik ki, insanlara məlumatlandırır. Necə bir cihaz olduğunu, necə fürsətlər olduğunu biz sizə başa salaq. İlk videomuzda, amma gülməyimiz gələ bilər, yəni olan şeydir bu, insanlıq alığı. Açılışını edəyək. Hə? Modelidir. Telefonumuzu unboxing edək, yəni kutu açılımı edək. Redmi Note 13. Super təmizləyicili 108 megapikselli kamera, 120 Hz AMOLED ekran. Bu çəntiklərin balaca olduğu haqqında bir məlumatdır. Bu barmaq izinin ekranda olması ilə bağlı məlumatdır. Sonra Snapdragon prosesoru ilə təchiz olunub, 33 Watt super sürətli şarj və 5000 mAh batareya mövcuddur. İndi hal-hazırda keçək telefonumuzun bu telefonumuzun içərisində gələn case'dir. Bu kullanım kılavuzudur. Yəni bunun içərisində telefona aid məlumatlar var. Gördüyünüz kimi kitabdır bu. Şimdi bu çox bizə lazım deyil. Və əlavə olaraq bir adaptör sürətli narıncı şəkildə, yəni yuvalar narıncı şəkildə bu sürətli şarj üçündür. Həm də ki, yəni naqillər evdə səhv düşməsin deyənə Xiaomi şirkəti belə bir rəng ilə təchizləndirilib. Və içərisindən 33 wattlıq naqil şarj çıxır. Və telefonumuzun özünü açaq. Telefonumuz əvvəlcədəndən hal-hazırda telefonumuzun güc düyməsinə basdıq. Telefonumuz açılır. Öncəliklə bildirim ki, telefonumuz HyperOS əməliyyat sistemi ilə təchiz olunur. Hal-hazırda 2.2 yenilənməsi ilə, yəni sürümü ilə bir yerdə gəlib. Xiaomi HyperOS. Bu Xiaomi'nin öz əməliyyat sistemidir. Biz telefonu əvvəlcədən istifadə eləmişik. Telefonun barmaq izi yoxlanılıb. Telefonumuzun kodu və telefonumuz bu şəkildə. Yəni bu tema başqa temadır. Yəni Xiaomi'nin öz teması belə deyil. Hal-hazırda giririk ayarlara. Telefon haqqında. Burada telefonumuz Redmi Note 13 128 GB yaddaş 2.0 əməliyyat sistemi ilə gəlib. Android versiyası 15'dir. Android versiyası. Android güvənlik güncəlləməsidir. Sonra Wi-Fi-dir. Bluetooth 5.0 ilə təchizləndirilib. Sonra əlavə tənzimləmələrdə yaddaş uzantısı, yəni əlavə RAM. Bunu sizə məsləhət görmərəm telefonunuzda, yəni istifadə edəsiniz. Yəni əgər güclü oyunlar oynayırsınızsa və yaxud yaddaşınız çox dolmayıbsa, məsələn istifadə edə bilərsiniz. Ancaq yaddaşınız qısa və yaxud 128 GB yaddaşınız varsa, 122 GB yer dolubsa, məsləhət görmürəm, yəni yaddaş uzantısından istifadə edəsiniz. Yəni hal-hazırda ROM-dan, yaddaşdan RAM götürdüyü üçün telefonda donmalar baş verəcək. Telefonumuz hal-hazırda biz PUBG Mobile yoxlamışıq. Telefon süper akıcıda 60 FPS. Akıcıda isə 45 FPS grafikada oynamaq olur. Bir giroskop dəstəklidir. Telefonumuza giririk. Video bölməsində 10.080 pikselin 30 FPS, yəni kadr sürətində çəkiliş var. Ultra HD'də
telefonumuz 108 megapikselin hamısını istifadə edir. Sonra burada portret var, gecə çəkilişi var. Yəni hal-hazırda bir şəkil çəkim. Telefonumuzun çəkilişi normal segmentə görə yaxşıdır. Telefon haqqında rəylərimiz belə. Telefon günlük segmentdə, günlük istifadədə rahat telefondur. Amma oyun performansına qalanda öz qiymətinin, yəni haqqını verən telefondur. Yəni 45 FPS dəstəkli, yəni PUBG-də qrafikada oynamaq olur. İnanmıram 45-ə, bu düşür məsələn oyundan asılıdır. Yəni adamların çox olduğu yer və yaxud internetin az və yaxud sürətli güclü olmağından da FPS dəyişikliyi ola bilər. Telefon Genshin Impact oyununu dəstəkləmədi. Yəni yükləmək olmadı, daha doğrusu telefona, telefon istifadəsi olmadı. Telefonda NFS yoxdur. Günlük istifadə üçün Instagram, Facebook, TikTok, YouTube və yaxud başqa sosial şəbəkələrdə istifadə olunması üçün nəzərdə tutulub. Amma oyun üçün nəzərdə tutulmayıb. Oldu, çox sağ olun. Bu da bizim telefonumuzun